Salam kanalımın değerli izləyiciləri, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi kanalımda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli, qış aylarının sevimli turşusu olan qırmızı kələm turşusu hazırlayacağım. Bunun üçün mən 2 kilo kələm götürmüşəm. Öncədən yaxşı yuyub təmizləmişəm və suyun çəkilməyə qoymuşdum. İndi isə keçdim doğramağa. Hər cür istədiyiniz kimi zövqə görə doğraya bilərsiniz. Mən nazik, uzun samanvarı doğradım. Bu dəfə belə etdim. Əvvəlki videom var kanalımda. Onda başqa formada doğramışam. Başqa üsulla turşunu qoymuşam. Bu dəfə bu üsulla edəcəm. Bu cürdə çox gözəl dadlı alınır və gözəl görüntüsü olur. Bu formada kələmləri doğrayıram. Geniş bir qabın içərisinə yığıram. Çünki sonda həmin böyük qabda kələmləri qarışdıracağım. Bütün ərzaqlarla birlikdə. Ona görə çalışmaq lazımdır ki, geniş bir qaba yığaq. Kökləri də bıçaq vasitəsilə samanvarı doğradım. Yenə deyirəm, zövqə uyğun doğraya bilərsiniz. Hətta fiyorkadan da keçirdə bilərsiniz. Mən bu formada doğradım. Bu formada turş da çox gözəl görünür. Daha sonra içərisinə göyərtiləri, acı bibəri, sarımsağı doğrayıb əlavə edəcəm. Və 3 ədəd orta boy çuğundurdan istifadə etdim. Mən bu kələm turşusu üçün 2 ədəd də bəs edər. 2 kiloluq kələm və 1 kilo kökə 2 dənə çuğundur, yəni orta boy çuğundur bəs edər. Sadəcə olaraq mən 3-4 gün içərisində açıb sizlərə göstərəcəyim üçün, qırmızılığın tez alması üçün biraz çox əlavə etdim. Yəni siz 2 ədəd əlavə etsəniz bəs edər. Göyərtilərdən də cəfəri, şüd və kərəvözdən istifadə etdim. 2 bay sarımsaq götürdüm. Siz sarımsağı zövqə uyğun əlavə edə bilərsiniz. Acı biber də yenə zövqə uyğun əlavə edə bilərsiniz. Hər birini bu formada doğradıqdan sonra çuğundurları ən axıra saxladım. Çünki çuğundurlar rəngi çıxır. Buna görə ən sonda onları doğrayıb və qarışdıracağımız qabın içərisinə əlavə etdim və daha sonra üzərinə 1 xörək qaşığı duz əlavə edib yaxşıca qarışdıracağım. Qabda qarışdırdığım turşunu 1 saat gözlətdim və daha sonra öncədən yuyub təmizlədiyim və quruladığım bankənin içərisinə hazırladığım turşunu əlavə etmək üçün öncədən içərisinə 3-4 yarpaq dəfnə yarpağı və 10-15 ədəd qara dənəvər istiot əlavə edirəm. Üzərindən də hazırladığım turşunu əlavə edirəm. Qeyd edim ki, basa-basa yığmıram. Niyə basa-basa yığmırıq? Yəni az bastıraraq yığmaq lazımdır. Çox sıx-sıx yığsaq bu zaman bankədə qıcqırma baş verən zaman qeyd edim ki, qıcqırma normaldır kələm turşusunda. Bu zaman suyu dağılır və sonra ağzından su əksik qalır. Buna görə də bastıra-bastıra yığmamamız lazımdır. Burada da 800 ml qaynayıb soyudulmuş su götürürəm. İçərisinə 2 xörək qaşığı duz əlavə edirəm və içərisinə yarım stəkan, 250 ml stəkanla yarım stəkan mən alma sirkəsi əlavə etdim. Siz üzüm sirkəsindən istifadə edə bilərsiniz. Bankənin ağzına gəlməyəcək qədər suyu əlavə edirəm və daha sonra ağzını bağlayıram. Rezin qapaqla qoyuram kənarda 3-4 günə hazır olur. Bu qədər ərzaqdan 1-3 kiloluq balon və bir də 2 kiloluq bankə ağzından biraz əsik oldu. Onu da ağzına dəmir qapaq elə belə keçirtdim, bağlamadım. Çünki 3-4 gün içərisində hazır olacaq və sizlər üçün açıb onu göstərəcəm.
Artıq 3 gün keçibdir. Gördüyünüz kimi necə gözəl hazır olubdur. Rəngi də möhtəşəmdir. Dadı da burada mən sizə çatdıra bilmirəm. İnşallah özünüz hazırlayarsınız. Dadına da baxarsınız. Əminəm ki, çox bəyənəcəksiniz. Ən az bizim qədər. Bu formada hazırlayan hər kəsə nuş olsun.